Salam dostlar, bu videoda mən sizə fotobokslar haqqında məlumat verəcəm. Studio Box, bəzən isə Lightbox adlandırdığımız bu qutular məhsulların çəkilişini etmək üçündür. Soruşa bilərsiniz ki, foto yoxsa video? Təbii ki, hər ikisi mümkündür. Kub formasında olan bu qutular müxtəlif ölçülərdə gəlir. 40 sm, 60 sm, 80 sm və s. İç divarları ağ və ya neytral rəngdə olur. İşıq bərabər paylanır və bu da kölgələri minimuma endirir. Daxili işıqlandırma sistemi ilə təchiz olunan bu fotobokslar üçün əlavə işıq almağa da ehtiyac yoxdur. İşıqlarını da istəyə uyğun nizamlamaq olur. Bəzi modellərdə işıqların altında diffuzer pərdəsi də olur ki, bu da çəkilən məhsulun üzərinə düşən işığı maksimum dərəcədə yumşaldır. Fotobokslarda adətən həm üstdən, həm də qarşı tərəfdən çəkiliş etmək mümkündür. İndi isə gəlin baxaq ki, fotoboks ilə məhsulu çəkməyin studiya ortamında çəkməkdən hansı üstünlükləri var. Fotobokslar istənilən kiçik məhsul üçün eyni və təmiz arxa fonlu görüntülər verir. Kölgə və parlaqlıq bu çəkilişlərdə minimuma endirilir. Aşağı büdcə ilə ən yaxşı görüntü almaq imkanı yalnız fotoboksla mümkündür. Asan və çox sürətli quraşdırılma. Həmçinin rahat daşına bildiyi üçün fotoboksları özünüzlə başqa məkanlara da apara bilərsiniz. Yəni, əgər sizə səhifəniz üçün, veb saytınız üçün və yaxud restoran menüsü üçün məhsulların şəklini çəkməyə lazımdırsa, fotoboks eləmək sizin üçün ideal seçim ola bilər. Ayrı-ayrılıqda fotoboks modelləri və onların quraşdırılma təlimatları üçün isə aşağıdan açıqlamada linklərdən videolara keçid edib izləyə bilərsiniz. Sağ olun, növbəti videoda görüşərik.